Salam dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Qarabağ komandasının Çempionlar Liqasında şansları nə qədərdir? Mütəxəssislər araşdırıblar və olduqca maraqlı məlumatları bizə çatdırıblar. Biz də sizə çatdıracağıq dəyərli dostlar. Qarabağın sən demə çox möhtəşəm şansı varmış. Sona qədər izləsəz bundan xəbərdar olacaqsınız. Həmçinin videonun aşağı hissəsində sizlərə bir sıra transfer və futbol xəbərlərini də əlavə olaraq çatdıracağıq. Sona qədər izləyin, videonu bəyənin, şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun ki, bütün videolarımızı və canlı yayınlarımızı izləyə biləsiniz. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə də qeyd etdiyim kimi Qarabağ komandasının möhtəşəm şansı varmış. Amma Qarabağ komandası bu şansdan istifadə etmək üçün biraz zəhmət çəkməlidir. Gəlin dəyərli dostlar, dəyərləndirə görə Qarabağ komandası əgər qarşıdakı iki oyunda qələbə qazanmazsa, Qarabağa hansı aqibət gözləyir? Bu arada onu nəzərinizə çatdırım ki, qarşıda hər bir komandanın, 36 komandanın 2 oyunu var. Amma rəqiblərinin kim olması çox önəmlidir. Qarşıda kimin çətin oyunları var, kimin asan oyunları var. Bütün bunlar nəticələrə təsir edəcək və hesablamalar, statistika göstərir ki, Qarabağ komandasının şansları əslində daha çoxdur. Hamı deyir ki, Qarabağ mütləq qələbə qazanmalıdır ki, növbəti mərhələyə keçsin. Amma fərqli senaryoda da Qarabağ komandası növbəti mərhələyə yüksələ bilər. Ona görə sona qədər izləyin. İlk öncə qeyd edim ki, Qarabağ komandasının 7 xalı var və 22-ci pillədə qərarlaşıb. Yəni ilk 24-lükdədir hələ ki, amma qarşıdakı oyunları olduqca çətindir. Çünki Eintracht Frankfurt Almaniya təmsilçisini Bakıda qəbul edəcək, daha sonra Liverpoolun qonağı olacaq İngiltərədə. Gəl baxaq Qarabağdan sonra hansı klublar var və hansı klublar Qarabağa keçə bilərlər. İlk öncə deyim ki, Qarabağdan sonra Napoli, Kopenhagen, Benfica, Pafos, Union Saint-Gilloise, Atletik Bilbao, Olympiakos, Eintracht Frankfurt, Klub Brügge, Bodo Glimt, Slavia Praga, Ajax, Villarreal və Kairat klubları 23-36-cı yerləri müvafiq olaraq tuturlar. Dəyərli dostlar, səsimdə bir qədər problem var. Səsimdə əgər hər hansı narahatçılıq olsa üzürlü sayasınız. Mən indi bizdən sonra olan klubların Qarabağ xal qazanmadığı halda Qarabağa keçmək şansları nə qədərdir? Bir onu sizin nəzərinizə çatdırım. Çünki Qarabağ 7 xalla növbəti mərhələyə yüksələ bilərmi, bilməzmi? İlk öncə bunu araşdıraq. Bəli, Qarabağdan sonra yer alan Napoli komandası hal-hazırda 7 xalı var və qarşıdakı oyunları Qarabağın oyunlarına nisbətən rahatdır. Belə ki, Napoli səfərdə Kopenhagenlə qarşılaşacaq yanvarın 21-də, daha sonra 28-də isə Napoli Chelsea-ni öz meydanında qonaq edəcək. Gözlənilən oldu ki, Napoliyə xal lazım olduğu üçün Kopenhagen komandasını məğlub edəcək və 3 xalı qazanacaq. Daha sonra Chelsea-dən xal almağa çalışacaq ki, bu heç də ola bilər, Napoli qələbəsi də ola bilər, Chelsea qələbəsi də ola bilər bu oyunda. Ona görə də nəzərdə tutulur ki, Napoli komandası 3, 4 və yaxud 6 xal qazana bilər ki, istənilən halda Qarabağın xal qazanmadığı halda Napoli komandası Qarabağı geridə qoyacaq. Daha sonra dəyərli dostlar, Kopenhagen komandasının qarşıdakı oyunlarına baxanda Napoli və Chelsea ilə qarşı-qarşıya gələcəyini gözlənilir və qeyd etdiyim kimi daha doğrusu Napoli və Barcelona ilə qarşılaşacağı gözlənilir ki, bu oyunların heç birində Kopenhagenin xal qazanacağı ehtimalı yüksək görünmür. Maksimum bir xal bəlkə ala bilər hansısa bir oyundan. O da inandırıcı deyil o qədər, dəyərli izləyicilər. Beləliklə, Kopenhagen komandası Qarabağa keçə bilməz. Çox güman ki, ilk 24-lükdən kənarda qalacaq. Benfica komandası, dəyərli dostlar, hal-hazırda 6 xalı var və qarşıda Juventusla, daha sonra Real Madrid ilə qarşılaşacaq. Hər iki komandaya, həm Juventus'a, həm Real Madrid'ə xallar vacib olduğu üçün Benfica'nın bu oyundan xal götürmə ehtimalları çox da yüksək deyil. Amma Mourinho amilini nəzərə alsaq, biraz Benfica'nın əvvəlki illərdəki performansını nəzərə alsaq, bugün Mourinho gəlişindən sonra komandanın toparlandığını nəzərə alsaq, bəlkə bir xal ala bilər. Bu halda Qarabağa keçə bilərmi? Yox, keçə bilməyəcək yenə də. Qarabağ çünki Benfica'nı məğlub edib. Amma yəni belə deyək, Benfica'dan çox yüksək performans gözləmirik. Daha sonra Pafos komandası, dəyərli izləyicilər, gəlir və Pafos komandası Chelsea və Slavia Praga ilə qarşılaşacaq. Pafos komandası Chelsea-ni düşünmürəm məğlub etsin, amma Slavia Praqadan xal götürə bilər, 1 və ya 3 xal götürə bilər. Ehtimal böyükdür ki, 0 və ya 1 xal qazanacaq növbəti qarşıdakı oyunlarda Pafos komandası. Ona görə də Qarabağa keçmək şansı o qədər də inandırıcı görünmür. Bundan əlavə Saint-Gilloise Belçika komandası var ki,
Bavariya və Atalanta komandaları ilə qarşılaşacaq. Çox güman ki, onun da xal qazanması yüksək görünmür və Qarabağ komandasının keçə bilməyəcək klublar sırasında təxmin edirəm bu klubu. Atletik Bilbao klubu çox təhlükəli rəqibdir, dəyərli dostlar bizə. Hal-hazırda 5 xalı olsa da, Qarabağda 2 xal geridə olsa da, qarşıdakı oyunlarda Atalanta ilə səfərdə, Sporting ilə isə evdə qarşılaşacaq. Çox güman ki, Sportingi evdə məğlub edə bilər. Minimum 1 xal qazana bilər, amma ehtimal böyükdür ki, 3-4 xal qazanacaq bu görüşlərdən və Qarabağı keçə bilər. Əgər Qarabağ komandası xal qazanmasa qarşıdakı oyunlarda. Olympiakos komandası isə növbəti oyunlarda Bayer Leverkusen və Ajax komandaları ilə qarşılaşacaq. Ehtimal olunan odur ki, bu oyunlardan 1 və ya 3 xal qazanacaq, maksimum 4 xal qazana bilər. Qarabağ komandasının keçə biləcək klublar sırasındadır, amma ehtimal çox da böyük deyil. Frankfurt komandası bizim əsas rəqiblərimizdən biridir. Çünki növbəti oyunumuz məhz Frankfurt komandasına qarşı olacaq. Hal-hazırda Frankfurt komandasının 4 xalı var. Eintracht Frankfurtun deməli qarşıda Qarabağla və Tottenhamla oyunları var. Əgər Qarabağı məğlub etsələr, yəni biz indi hal-hazırda hesablayırıq ki, Qarabağ 7 xalda qalır. Bu o deməkdir ki, Frankfurtda uduzur və Frankfurtun xalı 7 qalacaq və Qarabağı geridə qoyacaq. Sonraki oyunda da Tottenham'dan xal və ya xallar ala bilər və Qarabağı geridə qoymaq ehtimalı çox yüksəkdir Frankfurt komandasının. Klub Brüggenin növbəti oyunları Kairat və Marsel komandalarına qarşı olacaq. Kairatı məğlub edəcəyi ehtimalı yüksəkdir. Marseldən də xal almaq ehtimalı ev oyunu olduğu üçün yüksəkdir. Ona görə də Qarabağı keçə biləcək klublardan biri də Klub Brügge komandasıdır. Baxmayaraq ki, hal-hazırda 31-ci yerdədir. Deyirsiniz ki, 31-ci yerdə olan komanda necə gəlib Qarabağa keçəcək? 22-ci yerdədir Qarabağ komandası. Amma qarşıdakı 2 oyunlar çox önəmlidir. Rəqiblər çox önəmlidir. Qarabağın rəqibləri çox çətindir. Eintracht Frankfurt və Liverpool. Amma Klub Brüggenin rəqibləri Kairat və Marsel komandalarıdır. Bodo Glimt komandasının Qarabağa keçmək şansı o qədər də yoxdur. Çünki növbəti oyunlarda Manchester City və Atletico Madrid ilə qarşılaşacaq ki, bu oyunlardan çətin ki, xal alsın. Bundan əlavə Slavia Praga komandası qarşıdakı oyunlarda, dəyərli dostlar, hal-hazırda 3 xal var, 33-cü yerdədir və Barcelona və Pafosla qarşılaşacaq ki, çox güman ki, Pafosdan 3 xal ala bilərlər. Slavia Praga komandası ala bilər. Ona görə xalını 6-ya maksimum yüksəldə bilər ki, Qarabağa çatmaq ehtimalı yoxdur. Bundan sonra, dəyərli dostlar, Ajax komandası var. Ajax komandasının hal-hazırda 3 xalı olsa da, növbəti oyunlarda Villarreal və Olympiakosla oyunlarda 2, 3 və ya 4 xal qazana bilər, hətta 1 xal qazana bilər. Ola bilsin ki, hər iki oyunu tutsun. Yəni Ajaxın çox da yox, yəni yüngülvari bir şansı var Qarabağa çatmaq üçün. Villarreal komandasının da həmçinin hal-hazırda 1 xalı olsa da, Villarreal komandasının onun da şansı var ki, Qarabağa çata bilsin. Dəyərli dostlar, bundan əlavə Kairat komandasının Villarrealın niyə şansı var, onu deyim ilk öncə. Belə ki, Ajaxla və Bayer Leverkusen ilə qarşılaşır. Ola bilsin ki, möcüzə olsa, bu oyunlarda qələbə qazansa, xalını 7-yə çatırsa, Qarabağda xal qazanmadığı halda Qarabağa çata bilər. Kairat Almatı komandası isə 1 xalı var və artıq növbəti mərhələdən əlini üzüb. Elə Villarreal da əslində üzmüş kimidir. Və beləliklə 7 xal qazanan, 7 xalda qalan Qarabağ komandası Napoli, Atletik Bilbao, Frankfurt, Klub Brügge, Olympiakos və digər klublardan geriyə düşəcək. Yəni 4-6 pillə geriləmə ehtimalı yüksəkdir. Bu isə minimum 26-28-ci pilləyə qədər yuvarlamaq deməkdir ki, bu Qarabağ komandasının ilk 24-lükdən kənarda qalması demək olacaq. Amma Qarabağ komandası qarşıdakı oyunların birində Eintrachtla və yaxud Liverpoolla qarşılaşmada 1 xal qazanarsa, o zaman Qarabağ komandası indiki mövqeyini qoruya da bilər, bir neçə pillə də geriləyə bilər, amma ilk 24-lükdə qalma ehtimalı yüksəkdir və əsas şans məsələsi də elə buradadır. Bəli, Qarabağ komandası 1 xal qazanarsa, PSV-ni üstələyə bilər. Hal-hazırda PSV-nin 8 xalı var. Amma qarşıda PSV-nin səfərdə, Newcastle səfərində oyunu var və öz evində Bavariya ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, hər iki oyun PSV üçün çətin keçəcək və xal qazanmamaq ehtimalı var. Bu baxımdan Qarabağ komandası PSV-ni üstələyə bilər. Digər tərəfdən Napoli, Atletik komandaları çox böyük ehtimalla Qarabağ komandasını geridə qoyacaqlar. Belə olduqda Qarabağ komandası 22-25-ci pillələrdən birini tutacaq. Yəni bu o deməkdir ki, Qarabağ komandası əgər 1 xal qazanarsa,
Növbəti mərhələyə yüksəlmək şansı mütəxəssislərin fikrincə 66,3% olacaq. 33,7% isə Qarabağ komandası 8 xalla növbəti mərhələyə yüksələ bilməyəcək. Ona görə də Qarabağ komandası bir xala ümid etməməlidir. Qələbə qazanmaq üçün oynamalıdır dəyərli dostlar. Amma bir xalda Qarabağı növbəti mərhələyə yüksəldə bilər ki, bu Qarabağ üçün bax böyük bir şansdır. Bunu sizin nəzərinizə çatdırmaq istəyirdim. Əgər Qarabağ komandası o bir xal qazansa, yenə ümidimiz olacaq ki, Qarabağ komandası digər oyunların nəticəsinə asılı olaraq növbəti mərhələyə yüksələ bilər. Əgər Qarabağ komandası Eintracht Frankfurtu və yaxud Liverpoolu 2 oyundan birində qalib gəlsə, bu komandalardan birini məğlub etsə, o zaman növbəti mərhələyə yüksəlmə şansı %100 olacaq. Belə ki, hətta bir neçə pillə irəliləyəcək Qarabağ komandası PSV, Monaco, Galatasaray kimi və bir sıra digər 1-2 klubu da geridə qoya bilər və beləliklə Qarabağ komandası 10 xal toplayarsa 19-18-ci pillə, hətta 17-ci pilləyə qədər yüksələ bilər. Amma ilk 16-lığa yenə də düşməyəcək. İlk 16-lıq nəyə görə vacibdir? Demək 9-16-cı yer tutan komandalar 17-24-cü yer tutan komandalardan play-off oynayır ki, əgər ilk 16-lığa düşsən, rəqibin bir qədər zəif ola bilər. Digər tərəfdən ilk 16-lığa düşdüyünə görə deməli qazandığın vəsait daha çox olur və eyni zamanda klub əmsalı və yəni reytinq əmsalı yüksək olur dəyərli dostlar. Ona görə Qarabağ komandasının ilk 16-lığa düşməyini çox istədi, amma hətta qələbə belə Qarabağı ilk 16-lığa salmır və beləliklə Qarabağ komandası qələbə qazandığı halda maksimum 17-ci pilləyə qədər yüksələ bilər. Bir oyunda qələbə qazansa. Amma 2 oyunda qələbə qazansa, kifayət qədər klubları geridə qoya bilər. PSV, Monaco, Galatasaray, Marseille, Sporting, Newcastle kimi komandaları, hətta Juventus və Borussia Dortmund da müəyyən mənada geridə qoya bilər. Təbii ki, onların oyunlarının nəticəsinə asılı olaraq. Hətta onu da deyim ki, ilk 8-də yer alan Inter komandası da Qarabağdan geriyə düşə bilər. Çünki Inter komandasının da hal-hazırda deməli 12 xalı var və 6-cı pillədə qərarlaşıb. Qarşıdakı oyunları çox çətindir. Arsenal'la qarşılaşacaq və Borussia Dortmund'la qarşılaşacaq. Ola bilər ki, Inter bu oyunlarda xal qazanmasın. O zaman Qarabağ hər iki oyunu məğlub qələbə qazandığı halda Interdə geridə qoya bilər. Amma yəni bu o qədər də inandırıcı görünmür. Sadəcə bir ehtimal var deyə bunu da sizin nəzərinizə çatdırdım. Qaldı ki, dəyərli dostlar, hal-hazırda Çempionlar Liqasında ilk pillələrdə yer alan klublar ilk 8-lik üçün mübarizə aparacaqlar və onların rəqiblərini də baxdıq, müqayisə elədik. Xal qazanmaq ehtimalları var deyə Qarabağ komandası hər iki oyunda qələbə qazansa belə ilk 8-liyə düşmək ehtimalı yoxdur. Atletico Madrid, Real Madrid, Atalanta, Manchester City, PSG və Bavariya, eyni zamanda Arsenal komandaları ilk 8-likdə çox güman ki, yerini qoruyacaqlar. Ehtimal böyükdür. Inter də ilk 8-likdə və yerini qoruya bilər. Bundan əlavə Liverpool, Borussia Dortmund, Tottenham kimi komandalarda ilk 8-liyi hədəfləyən komandalarda dəyərli dostlar, şansları da var. Beləliklə, dəyərli dostlar, Qarabağ komandasının 7 xal qazandığı halda, 8 xal qazandığı halda, ümumi 13 xal olanda, 16 xal olanda hansı şansları var növbəti mərhələ üçün və hansı pillərdə qərarlaşa bilər? Bunları sizin nəzərinizə çatdırdıq. Video ərzində bəzi transfer xəbərləri də aşağıdan sizlərə təqdim olundu. Qeyd edim ki, transfer pəncərəsi bu ayın 14-də açılır və fevral ayının 10-na gecə saat 23:59-a qədər davam edəcək. Qarabağ komandası da bu arada transferlərini reallaşdırmağa çalışacaq. Ehtimal olunur ki, Qarabağ komandası 2 və ya 3 transfer reallaşdırsın bu qış transfer pəncərəsində. Xüsusilə Frankfurtla oyundan sonra bunun oyunun nəticəsindən sonra Qarabağ komandasının nə edəcəyi bəlli olacaq. Çünki əgər qələbə qazansaq, növbəti mərhələyə yüksəlsək, Qarabağ komandası yeni futbolçular transferini sürətləndirəcək. Əks halda çox güman ki, bu heyəti qoruyub saxlamaqla davam edəcək dəyərli dostlar. Onda sizin nəzərinizə çatdırım ki, əgər Qarabağ komandası növbəti mərhələyə yüksəlməsə, Qarabağda ayrılıqlar da çox olacaq. Bu arada qış toplanışında Türkiyədə davam edəcək Qarabağ komandası. Deməli, ayın 17-sinə qədər Qarabağ komandasını Türkiyədə olacaq və təlim məşq toplanışında 2 oyun keçirəcək. Ayın 12-sində Özbəkistanın
Neftçi Fərqanə klubu ilə qarşılaşacaq və ayın 16-sında Zaqlembə Lubin Polşa komandası ilə qarşılaşacaq. Qarabağ futbolçuları çox yormaq istəmir. Ona görə də bir qədər zəif rəqiblər seçib təlim məşq toplanışı üçün. Ümid edək ki, bu təlim məşq toplanışının Qarabağa xeyri olar. Həmişə Qarabağ komandası bu ərəfələrdə oyun praktikasından biraz uzaq düşür. Məsələn, bizim rəqiblərimiz olan Almaniya təmsilçisi, məsələn, İngiltərədə artıq hal-hazırda Premyer Liqa davam edir və Liverpool komandası optimal vəziyyətini saxlamağa çalışır. Ona görə də amma bizdə bu ərəfədə Premyer Liqa dayandığına görə həmişə oyun praktikasından futbolçular əziyyət çəkir və həmişə Çempionlar Liqasında, Avropa Liqasında, Konferans Liqasında son oyunlarda biz əziyyət çəkirik. Ümid edirəm ki, bu dəfə belə olmaz və Qarabağ komandası lazım olan 3 xalı və yaxud 1 xala əsas odur ki, növbəti mərhələyə yüksəlsin, qazanacaq və növbəti mərhələyə yüksələcək. Beləliklə, ekranda gördüyünüz videolardan birini seçib izləməyi tövsiyə edirəm. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Neftçinin Kayratla yoldaşlıq görüşü var. Qarabağın da yoldaşlıq görüşü haqqında məlumat verdim ki, onları canlı yayında sizlərə təqdim etməyə çalışacaq. Daha sonra da Çempionlar Liqası yaxınlaşır. Bütün məlumatları, transfer xəbərləri də daxil olmalı sizlərə çatdıracağıq. Sadəcə abunə olub bildirişi açıq tutmanız kifayətdir. Videonu da bəyənin, şərhlər bölümündə fikrinizi yazmamısınız yazın. Mən isə indi sizdən sağollaşıram. Növbəti videoda görüşərik.